Herkes salamlayıq. Deməli, izahımız güvən testindən, bu kitabdan, səhifə 250 oxşarlıq mövzusundan bəyanı dərsimizdə sizin bilmədiyiniz sualların izahları olacaq. Deməli, əziz şagirdlər, bizim ödənişsiz WhatsApp qrupumuza qoşula bilərsiniz. Videonun aşağısında linki yerləşdirəcəyik. Asanlıqla qoşulub qrupdan yararlanın. Gün ərzində mənə maraqlı sınaq göndərəcəm, işləyərsiniz və sonra cavablarını göndərəcəm, yoxlayarsınız. Hər kəsə uğurlar. Deməli, 56-cı sualla başlayırıq. Bir dənə tələbimiz nədir kanala? Abunə olun. Deməli, A, B, C, D. C, D. Kvadratı verilib bizə. Deyəsən yerlər dəyişikdir. D də burada. Bura. C də bura B. Bura D-dən bir xətt çəkilib. Buradan da bura bir xətt çəkilib. Bura Y-dir, bura 90'dır. Bura F-dir. Bura F-dir. Mənə deyir ki, A, Y, bura 3'dür, bura da 3'dür. Kvadratın tərəfi neçədir onda? 6. Onda hər yer 6'da aydın məsələ. BF bərabər suala. BF bərabər suala. Bura bir X-dir. İndi biz buradan oxşarlıq yazmalıyıq. Diqqətlə baxsaq, acaba yaxınlaşdırmışsan da buraları. Deməli, əgər mən deyirəmsə, bu bucağı bir alifadır. Bura 90 da kvadratdır. Tutaq ki, burada deyirəm bir betadır. Bilirəm ki, alfa plus beta neçədir? 90. Alfa plus beta neçə olmalıdır? 90. 90 var, alfa var. Bunda bura nə olmalıdır mütləq? Beta. Niyə? Çünki alfa plus beta 90'dırsa, alfa üstə gəl 90 nə çatmır? Beta çatmır. İndi bura betadırsa, bura 90 idi. Bura nə qaldı? Məcbur alfa. Deməli, 2-3 bucağı necədir? Oxşardır. İndi oxşarlığı siz deyirsiniz. Deyirəm ki, tutaq ki, D, A, Y 3 bucağı ilə hansı 3 bucaq oxşar? Y, B, F. D-dən başlamışıq. Betadan başlayın. Bəli, Y-dən Y. Sonra 90. B, Y, B, F. Y, B, F 3 bucağı nədir? Oxşardır. Bunu izah eləmişdik. Sizə uyğun bucaqlar. Nəyə nisbəti? D-nin E, B. E, B. A, Y'nin B, F. Bəli, A, Y-nin B, F. D'nin E, F. Bəli, D-nin də E, F. D, A var mı? Var. Neçədir? 6. E, B var mı? 3'dür. Bərabərdir. A, Y var mı? 3'dür. B, F var mı? Yoxdur. Aydın məsələdə 6 bölü 3 eləyirdi 2. Buradan 2x bərabərdir 3'ə. X də bərabərdir 1,5. Sonra belədir. Səhifə neçə idi? Səhifə 250. 61. Bax, bura verilibdir A, bura verilib B. Bura N, bura N, bura M, bura C və bura D. Uşaqlar, bura da X-dir, bura 10'dur, 10'dur, bura 15'dir. Maraqlı sualdır. Bu sualın isbatı mənim trapesiya dərsində kanalımda da var. Oradan baxmaq da olar. Bir də izahını verməyəcəm, artıq orada vermişəm. Bunu B-dən D-yə çəkib işləmək də mümkündür. Və yaxud burada oxşar üçbucaqlar var. Qaydanı deyəcəm, hardan gəldiyini deyirəm. Baxın, AB N-ə paraleldir. Bu da CD-yə paraleldir. Bunda belə çıxır ki, burada ABC üçbucağı ilə MC üçbucağı oxşar. Bu bir. Sonra və yaxud ANM üçbucağı ilə də ADC üçbucağı nədir? Oxşardır. Bunların oxşarlığını yazdığımız zaman belə bir düstur çıxır. Bu A olsun, bu X olsun, bu da B olsun. Qayda belədir. 1 bölü X bərabərdir. 1 bölü A. Üstə gəl 1 bölü B. Biz bu düsturu yadda saxlaya bilərsiniz. Bu şəkili gördünüz. Belə bir 2 dənə üçbucaq qoşar. 1
Elə bir ki, oturacağa söykənib fikir verib, hansı oturacağa söykəniblər? AC-yə. Belə şəkil gördünüz və bu 3 paraleli də gördünüz. Ondan istifadə edin. Burada nə olur? 1 bölü x bərabərdir. 1 bölü 10 ya 1 bölü 10. 1 bölü 15. Məncə bunu daha tapmaq olar. Tapsa da alınır. Sonra orası 65. Belədir. Bu B'dir. Bu C'dir. Burada A'dır. Burada D'yedir. Demir yazmışsan bunu. Yoksa yazmamışsın. D'yi paraleldir BC'ye. SAD'yi buranın sahəsi verilibdir neçə? 9. SABC bütöv fiqurun sahəsi də verilib 16. SABC də 16. Mənə deyir ki, D'ye bölünsün. Nəyə? BC. BC. Bunu tap. Şola, biz bilirdik ki, sahələr nisbəti K nəyinə bərabər? Kvadratına bərabər. Deməli, bu nisbət nəyə bərabərdir? K-ya. İndi biz oxşar üçbucaqlar adımı baxmalıyıq. DC paraleldir BC-yə verilibdir şərtə görə. D'ye paraleldir BC-yə. Onda bu pozuram. SAD'yi bərabərdir 9-a. Bu bucaq alfa-dırsa, uyğun bucaq olduğu üçün bu da alfadır. Bu təpə bucağı həm bu üç bucağın təpə bucağıdır, həm də böyük üç bucağı. Bunda burada olsun beta. Bu qammadsa, aşağıda da qammad. Uşaqlar, hansı üç bucaqlar oxşardır? Birini mən yazıram, birini siz. Tutaq ki, deyirəm ki, məsələn, Y, AD üç bucağı ilə hansı üç bucaq oxşardır? SAB. AB. Bəli. SAB üç bucaq oxşar. Oxşardırsa, nisbətlər içərisində baxaq D-yə varmı? Var. YD ilə nədir? Düzdür? Var. Deməli, bu nəyə bərabərdir? K-ya. Əgər bunun sahələrlə nisbətini yazıramsa, nə yazmalıyam? Kvadrat. Yəni, bunun da nəyə yazmalıyam? Kvadrat. İndi gətirib yerinə yazıram. D-yi olan tərəfə baxaq. D-yi bunun tərəfidir, bu üç bucağın. Ona görə bu üç bucağın sahəsində nə yazmalıyam? 9. Yəni, yazmalıyam 9 bölü neçə? 16. İndi D'ye bölü BC, uşaqlar bu təmlik necə işlənirdi? 4. X kvadrat kökə salırdı. Kökdən Buradan 4 çıxır. Düzdür? Plus minus 4, müsbət 4 deyək. Deməli, mən də D'ye bölü BC-ni tapmaq üçün nə etməliyəm? Bundan kök almalıyam. Eləyir neçə? 4'də 3. Cavab 4'də 3, B variantı. Başa düşdük də bunda. O qədər əmtəmin birincisində verib tapsaq olmaz mı? Olar, amma gərək mən bunun oxşarlığını göstərim də. Oxşar olsa bu olar da, oxşar olmasa bu olmaz. Sonra Zeynep, çox çalışmışsan, evdə bir sual yazamam sənlə. Nə qədər çalışmışsan? SAB belə bir şəkildir. Bura 7, bura D-dir, bura 90'dır. Şəhmir. Bura 3'dür. Şəhmir desin. Bura 4'dür, bura nədir? Bura 3, bura 4, bura? 5 değil mi? Bəli, 5. Tamam. Belə 5. İndi buranı da 6 verildi. Görək burada oxşarlıq bizdən nə soruşur? Bizdən soruşur ki, AD-ni tap. AD hara? Bura. X yoxdur. Deməli, baxaq görək bu üç bucaqlar əvvəlcə oxşardır. Mən desəm ki, bura alfa. Bu alfa, həm bu balaca düz bucaqlı üç bucağı, həm də bu böyük düz bucaqlı üç bucağın alfasıdır. Bura 90 desəm, daha doğrusu beta desəm, alfa, beta 90. Alfa 90, bura məcbur beta. Deməli, üç bucaqlar oxşar imiş. Deməli, bunu silsək. İndi oxşarlığı siz deyərsiniz. Bir üç bucağı mən deyirəm. Taputu, bir dənəsini mən deyirəm. Üç bucaq Y, BD ilə nə oxşardır? ABC. A, B, C üç bucağı oxşar. Nisbətlər yazırıq. YB-nin AB-yə, BD'nin BC'ye, BD-nin BC-yə, ED'nin AC. bəli, YD-nin də AC. Var mı? Var. Yoxlayaq. YB neçədir? 5'dir. 5. Yazdım. AB. AB neçə?
X plus 4. X plus 4. 4x olar mı? X plus 4. B'de var mı? Var. Vardı. Nerede 4'tü? B'si var mı? Var. Anı? Yoxdur. Yok yok. Yoktu. Orada bir x koysan 5 x plus y beş, olar. x plus beş. Bura bir y yazsam ne olur? 5 plus y. Y plus 5. Beraberdir. Y'de var mı? Yok. Var. 3. 3'tü. A'si var mı? 6. 6. 6. 2 tane A'si oldu. Yok, Yok, A'si ayrı. altı. 6'dır. İndi ben ne axtarıram? X axtarıramsa bununla bunun beraberliğine baxsam Tamam. kifayətdir. Buna baxmaya ehtiyac yoxdur. Bunu da 6'ın 3'e böləndə nə verir bura? 2 verir. Çarpaz vuram. 2 vur 5. 10 beraberdir. X vur 4 1. X plus 4. Buradan 4 x'in şey ya. 6. Cevap oldu. 6. 6. Tamam. Belə yekun.